Hepinize selam dostlar. Bugün sizlerle birlikte Minecraft tutacak bir Minecraft bölümüyle karşınızdayım. Bugün Minecraft'ı gördüğünüz gibi Barrier Survivor oynayırıq. Barrier Survivor'dan kaptayım yani. Burada her başarım aldıkça bizim şeyimiz, alanımız daha da böyükür. Daha çok bir videoların devamı için bu videoda 4 like atsanız bu videonun devamı gələcəkdir. Onu da gələn çox YouTube'dan videomuza keçək. Gördüğünüz kimi ilk başarımızı aldık. Envanterimizi açanda. Onda gəlin odun bu 1.11.2 olduğu için hamısı Captain Minecraft hamısı 1.11.2'dir. Yani onun için başarımda değişikti ve odun qırdıqda da bize başarım gələcək və odun qırdıq ve gördüğünüz gibi başarım gəldi. Biz bu odun ağacı bütük qıraq, çünki oduna çox ehtiyacımız olacaq. Yəni çox ehtiyacımız olacaq dedi. Ehtiyacımız yenə də olacaq da. İndi ağacı full qıracağıq. Yəni hop 2 blok çıxaq. Çünki yuxarıya doğru. Və dostlar bunun birinci bölümü de var, ikinci hissəsi və üçüncü bölümü de var, dördüncü bölümü de var. Bölüm dedikdə sezonu. Mesela bu birinci sezonda, bundan sonra elə ikinci və üçüncü. Yəni onları da oynamamı istəyirsə, dediyim kimi kanala abunə ola bilərsiniz. Crafting Table düzəltəndə bir başarım aldıq və biz buradan böyük ehtimal kazma da düzəltəndə, qılınc da düzəltəndə və çapa da düzəldəndə başarım alacaq. Çünki dediyim kimi zayıf başarı sürümdür. 2 dənə fidan düşdü və ətrafımızdakı toxumları qıraq və bir dənə çıxdı. Amma sandıq açıldı və dəri ceket çıxdı, altın parçaları çıxdı və domuz pirzoları çıxdı. Bunu giyinək və bu ağacları əkək ki, bunlar bizə çünki sonra daha doğrusu ağac bizə lazım olacaq. Birini bura, birini də burada əkə bilərik və bunun altında sizə bir şey göstərəcəm və bunun altında normalından daha da və burada sandıq var imiş. Mən bunu bilmirdim. Meşalleri de alaq və gördüyünüz kimi burada belə bir yer var. Bura nədir? Sərtləşdirilmiş kil. Biz gəlib buradakı sərtləşdirilmiş kil əgər üstünə qoysaq, biz bir dənə yuxarıda bizə hər hansı bir ödək. Yəni onun üçün o tərəfdən çox yaxşı bir şeydir. Hop, buradan daşlarımızı qıraq. Çünki daşdan bildiyiniz kimi daş fırın kazma üzərində başarım alacaq. İndi bizə nə qədər lazımdır? 3, 6, 8, 10, ən azı 16 dənə lazımdır. Buradan hardasa bir 40 dənə qıraq. 40 dənə lazım olar. Çünki yuxarıdan aşağı yolda çəkəcəm axı. Onun üçün də lazım olacaq. Yəni çox maraqlı bir şeyin olmasını ümid edirəm. Necə indirildiyini də paylaşa bilərəm. Yorumlarda yazsa, necə indirildiyini short videosu kimi göstərə bilərəm. Yəni gedib özünüz də oynaya bilərsiniz. Bir də bunu yox. Bunu Optifine olduğu üçün solar alanda yəni özü şey edir. Və 40 dənədən çox daşımız oldu. İndi oradan yavaş yavaş hop belə hop və belə. İndi yuxarı çıxa bilərik. Çünki və taş meşalini qırdıq. Ben bu sefer sandığı da alabilirim çünkü niye pulsuz bir sandık var, niye sandık için odun harcayayım ki, yani burada o sandığa ihtiyacımız olacak ve biz burada oyunu bitirmeye çalışacağız. Bildiğiniz gibi bizim bir tane serimiz var idi, Real Uçan Adalar. Onu bitirmemiştik ama bunda oyunu bitirmeye çalışacağız. Hop, birinci bir dənə taş kazma, üstündə də bir dənə fırın düzəltəndə başarım alacaq. Amma belə qılınc balta düzəldəndə
başarım almırıq. İndi bunların hamısını envanterimizin üstünə ataq. Birə bunu, ikinə bu, üçə də bunu atdıqda böyle baxaq görək başqa başarım. Çünki bunun üçün bir dənə başarım lazımdır. İndi nə başarım ala bilərik? Çapanı elədik. Üstündə inək verisi ola bilər. Canavar avcısı ola bilərik. Hə, canavar avcısı asan bir başarımdır. Onda biz niyə də madərə düşmədən buradan biraz toxum qıraq ki, hop, bir dənə çıxdı. Yəni bir dənə də əkək onda, ona da şükür. Bir dənə də yaxşıdır. Hop, bunu qıramıyoruz yox. Hop və əkdik bunu. Və bir dənə də ağacımız böyüdü. Və çox yaxşı oldu bu. Və bundan da düşən fidanlardan birlikdə təzə bir ağac əkəcək. Bir dənə qalıb bir deyəsən elə. Meşane niyə qoyduq? Hop, meşane bir ilə. Bu niyə soda aldım? Aha, qırdıq ağacı. Və biraz düşüb aşağıdan bildiyiniz kimi canavar səsləri gəlirdi, zombisi gəlirdi. Böyük ehtimal aşağıda bir madən var. O madənə düşüb madəndən biraz canavar öldürdü. Canavar avcısı olacaq və iskeletlərdən düşən kemiklərdən isə kemik tozu yedib o başarımı buğday ekmək başarımını daha tez ala bilərik. İndi aha, bu daha vardı. Bir dəfə nə yapdıq? Aha, öldürdük. Orada sandıq var. Vay, bu nədir? Kaç. Bunları tez meşale koy. Hop. Kemiğini al. Ve öldük. Neyse. Asıl şu oralarda bildiğiniz gibi həmişə olduğu kimi envanteri koruna koymuştum. İskeletin üstünde de iskelette yay yok idi. Neyse asıl içi de kemik çıktı. Hop. O creeper'ı yaxşı öldürdük. Altı burada canavar avcısı başaramadık. Burada bir tane sandık yeri açıldı. İp de çıktı. Hop, aha. Hop, sen de öldürdük. Əla. Şimdi buradan bir tane kömür alıp bırakıp daha da çok ışıklandırabiliriz. Hop, 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 hop. Oldu. Bir tane buraya meşale koyalım ve ona çürük çıktı. Tavşan yavrusu ve altın parçaları çıktı. Burada bir tane koyaq, canavar doğmasın hər ihtimala qarşı. Və böyük ehtimal burada yenə aşağısında madən var. Çünki sağ aşağıda zombi inliyor səsi gəlir. Yəni onun üçün oradan bildim. Bura nedir? Orada şeker kamışı var. O şeker kamışı bizim işimizi yarayabilir. Ve burada bir tane sandık vardı. Ha, kömür. Et verdi. Ve altın parçaları ve koyun eti verdi. Onda bir tane çil yazaq yuxarıdakı sandığımıza da baxaq. Videomuzu bitirebiliriz. Hop, koyun eti və meşə fidanı, əla, ok ve altın parçası. Sonra bu elimizdeki kemiklerden kemik tozu eləyib bunu hop, aha, bir tane oldu. Ayda bir tane. Hop, neyse bu da kalsın. Hop, buradan bir tane verelim. Bunu açtık ve bunlar da kırak. Hop, hop, yani bunlardan desen sıkmadı. Burada çok kırmızı boya da şeyleyebiliriz. Böyle kırmızı bir ceketimiz olsun. Ondan sonra videomuz bu kadar olsun. Daha çok dediğim gibi böyle videolara devam için like atıp kanala abone olmayı unutmayın. Ve bye bye.